Əziz dostlar, tamaşaçılar, hər vaxtınız xeyir olsun. İyunun 3-ü Alanya'dayam. Bugün sizə Alanya'da yerləşən möhtəşəm, ultra mega bir proyekti təqdim edəcəm. Bu inşaat şirkəti ofisi Mahmudlardadır. Mahmudlarda top 5'ə daxil olan, mən bir neçə dənə komplekslərini göstərdiyim məşhur inşaat şirkətlərindən biridir. Və bu inşaat, bu bina, bu tikili Türklərdə yerləşir. Alanya'nın Türklər qəsəbəsində. Deməli, yaşayış kompleksinin ana girişi oradandır. Amma bir neçə dənə, bir çox hissədən girişi var. Bu əsas girişdir. Yaşayış kompleksinin içində dünyaca məşhur Wyndham otellər şəbəkəsinin oteli yerləşir. Buradan göstərirəm sizə. Hovuzlar, kafeler, restoranlar, əyləncə məkanları, məndən arxada townhouse'lar yerləşir, hansı ki arxa tərəfində şəxsi hovuzları, onun da arxasında villalar yerləşir. Yəni çox böyük 72.000 kvadrat metrdən çox ərazini əhatə edən mega bir proyektin içindəyəm. Bugün sizə buranı təqdim edəcəm. Bir neçə ay əvvəl bu proyektin 3D videosunu paylaşmışdım. Kompleks hələ də tam hazır deyil. İyunun 14'ünde bu yaşayış kompleksinin açılışı olacaq. İyunun 14'ünde rəsmi açılış olacaq. Amma artıq insanlar burada yaşayırlar. Artıq Wyndham Otel çalışır, fəaliyyətdədir. Və artıq ərazidə insanları görmək olur. Bir sözlə möhtəşəm bir yaşayış kompleksinə birlikdə baxacağıq. Amma bunu deyim ki, video biraz uzun ola bilər. Instagramdan 14 dəqiqə baxa bilərsiniz. Əsas videonu sonuna qədər isə YouTube'dan izləyə bilərsiniz. YouTube kanalıma isə Instagramda linklər var. Oradan keçid edə bilərsiniz. Arzu Nəsibov. Abunə olsanız sevinərəm. Təşəkkürlər hər kəsə. Və başlayıram bu gözəl yaşayış kompleksini sizə təqdim etməyə. Və sonunda da burada bir satışda olan mənzili göstərəcəm. Amma qabaqcadan deyim ki, burada 1+1, 2+1, 3+1, 4+1 villalar və arxada gördüyünüz townhouse'lar satışda, yəni hər bir evdən var bizdə. Müraciət edə bilərsiniz. Qiymətlər hələ ki uyğundur. Əlbəttə ki, burada açılış olandan sonra qiymətlər daha da yüksələcək. Bir də Türklər məhəlləsi oturma izninə açıqdır. Burada ev alsanız 200.000 dollar kadastrovu qiymət görsətsəniz, oturma iznini də başvuru edib ala bilərsiniz Türkiyədə. Bəli, əziz dostlar. Hətta bloklardan biri də oradadır, qarşı tərəfdə.